Fitr bayramı günü bütün oruç tutan, ibadet edən möminləri bu bayram münasibəti ilə təbrik edirəm. Allah gələn günlərimizi xeyirli eləsin inşallah. Allah ibadət itayətlərimizi öz böyüklüyünə layiq şəkildə bizdən qəbul eləsin inşallah. Allah bu bayramı bizə mübarək elə. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamət günü şəfaətindən bizi binəsib eləmə. Allah öz evin ziyarətin, Peyğəmbər Əhl-i-Beyt ziyarətin, bütün arzusunda olanlara bu cəmə qismət elə. Allah dünyanın hər yerində zülm altında olan müsəlmanları öz düşmənlərinə qalib elə. Dünyanın hər yerində müsəlmanlara zülm eləyənlərə lənət elə. Dünyanın hər yerində müsəlmanların qanın tökənlərə, başın kəsənlərə lənət elə. İzzətin xatirinə müsəlmanların izzətlərin əllərindən alma. Müsəlmanların birliyin, vəhdətin bundan daha möhkəm elə. Bizi öz şəri, ictimai vəzifələrimizlə tanış elə. O vəzifələri icra eləməyə müvəffəq elə. Kimlər ki bizdən bu günlərdə dua xahiş ediblər, iltiması dua ediblər, hamısının hacətlərini rəva elə. Allah bu bayram günündə yaxından, uzaqdan bu məsciddə cəm olub bayram namazı qılmağa gələnlərin qəlblərində nə dərdləri var, nə hacətləri var, İmam Zaman əli ilə həll elə. Allah sənə and verirəm bu ziyafətin ən əziz qonağı olan İmam Zaman ağanın ehtiramına bizi bugün öz evindən əliboş naümid yola salma. Allah xəstələr var, nəzərdə olan xəstələr hamısına bu günün hörmətinə xatir şifaya acil mərhəmət elə. Ölənlərimizi qəriq rəhmət elə. Qalanlarımızı haqqa hidayət elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Ailəmizdən, övladlarımızdan, nəslimizdən Əhl-i-Beyt düşməni qərar vermə. Əhl-i-Beyt düşmənlərini zəlil elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurunu tez elə.